Salam şagirdlər, bu videoda Güvən 8-dən KSG 4-ün A və B variantının bütün testlərinin izahına baxacağıq. Videodan davam üçün kanala abunə olmağı, bəyənməyi və yazmağı unutmayın. Baxaq A variantında birinci sualdan. Bizə deyir, paralleloqramın kör bucağı 124 dərəcə olarsa, iti bucağını tapın. Uşaqlar, biz bilirdik ki, paralleloqramın bir tərəfə bitişik bucaqların cəmi 180 dərəcədir. Əgər kör bucağı 124 isə, onda onun iti bucağı alfa üstə 124 bərabər 180 olaraq yazırıq. Onda alfa bərabərdir 180 çıxar 124. Qalar 56 dərəcə. Demək, iti bucağı 56 dərəcəyə bərabər imiş. İkinci sualda isə tərəflərin nisbəti 2-3 olan düz bucağının perimetrinin kiçik tərəflərin nisbətini tapın. Baxaq. Deməli, düz bucaqlı verib, tərəflərin nisbəti, yəni kiçik tərəfin böyük tərəf olan nisbəti 2-nin 3-ə olan nisbətidir. Hər tərəfə k əlavə edirəm. 2k-nın 3k olan nisbəti. Deyir perimetrin. Perimetr nə edir? Perimetri deyir 2k üstə 3k vuraq 2-yə bərabərdir. Yəni 10k. 5, 2-yə vurdu 10k. İndi perimetrin kiçik tərəf nisbəti. Kiçik tərəf nədir? 2k'dır. İndi perimetrin 2k'ya olan nisbəti nə eləyəcək? 10k bölə 2k bərabərləyər 5. Cavabımız olar A variantı. Üçüncü sualda isə dördbucağın daxili bucaqları 2, 4, 4, bir də 5 nisbətində olarsa, ən kiçik daxili bucağı tapın. Ən kiçik daxili bucaq eləyəcək 2k. Düzdürmü? Baxın, bu 2k, 2 nisbəti. İndi nə edəcəyik? Dördbucağın daxili bucağının cəmi 360 dərəcə bərabərdir. Deməli, 2k üstə 4k üstə 4k üstə bir də 5k bərabərdir. 360 yazılır. Buradan alırıq. 8, 10, 15k bərabərdir. 360. K bərabər 360 böl 15. Düşür 2 dəfə 4, 24. 2k-nı tapmaq lazımdır. Bizə ən kiçiyini soruşaq. 2 vur 24 eləyər 48 dərəcə. Deməli, həmin dörd bucağının kiçik bucağı, kiçik daxili bucağı 48 dərəcəyə bərabərdir. Cavabımız olar C variantı. Dördüncü sualda isə ABC üç bucağında gəl üç bucaq çəkək. Olsun ABC üç bucağında AB tərəfinə paralel MK orta xətt çəkilmişdir. AB-yə paralel MK çəkilib. Bura M olsun, bura olsun K. Bu AB-yə paralel. Deməli, AB paraleldir MK-ya. Çəkilmişdir. Deyir, AB-dən MK çıxanda AB-dən MK çıxanda 8-dir. Uşaqlar, əgər bu üçbucağın orta xətti MK-dırsa, əgər üçbucağın orta xətti A-dırsa, ona qarşı olan oturacağı olacaq 2A. Çünki bilirdik ki, orta xətt paralel olduğu oturacaqdan 2 dəfə kiçikdir. Oldu 2A. İndi deyir ki, AB-dən, yəni 2A-dan mən MK-nı çıxsam, yəni A-nı çıxsam eləyər 8. Buradan A bərabər alıram 8. İndi mənə nə deyir? AB-ni tap. A 8, AB nədir? 2A. Yəni 2 vuraq 8, 16 cm. Cavabımız olar B bənd. 5-ci sualda isə orta xətti 28 cm olan trapesiyanın, baxaq trapesiyaya. Deməli, orta xəttimizi verib 28. Deyək ki, trapesiyanın oturacaqlarından biri 20 olarsa, hər halda ikisi olar yəqin ki 20. Digərini tap. Bu da olsun ta ki A. Biz bilirik ki, trapesiyanın orta xəttini tapmaq üçün oturacaqların cəminin yarısını tapırdıq. O bizə verirdi orta xətt. Burada A plus 20 bərabərdir 56. Yəni 2-ni vurdum 28-ə. A bərabər olacaq 56 çıxar 20. 36 cm. Deməli, böyük oturacaq 36 cm-ə bərabər imiş. Cavabımız olar D bənd. 6-cı sualda isə deyir ABCD rombudur. Diagonalının birini verib. A, B, C, D. Deyir ki, bu bucaq 55 dərəcədir. Uşaqlar, biz bilirdik ki, rombun diagonalları kəsişir.
kəsişmə nöqtəsində düzbucaq altında kəsişir və eyni zamanda kəsişmə nöqtəsində yarıya bölünür və bundan əlavə rombun özünə məxsus diaqonalları ilə bağlı əlavə bir dənə özəlliyi də var idi. Deyirdik ki, rombun diaqonalları bucağının tən böləndir. Onda bu da nədir? 55'dir. İndi bütöv bura neçə oldu? 110 dərəcə. İndi bizdən nəyi soruşur? Bizə deyir ki, B bucaq, B, A, D-ni tap. Bu bucağı soruşur. İndi bu 110'dursa bu nə eləyər? Alfa ilə 110'un cəmi 180 deməlidir. Çünki bir tərəfə bitişik bucağın cəmi 180 deməlidir. Alfa bərabər olar 70 dərəcəli bucağı. Cavabımız olar həmin B-A-D bucağı olacaq 70 dərəcə. Cavabımız D bəndi. 7-ci sualda isə diaqonalları 4-12 olan rombun tərəflərini orta nöqtələrə birləşdirməklə alınan dörtbucağın perimetrini tapın. Aha, gəlin rombu çəkək. Parallelogram formasında çəkəcəm. Sadəcə tərəflərini eyni qeyd edəcəm. Aha, bu olsun rombumuz. Diaqonalları 4 və 12'dir. Aha. Bilirik ki, rombun diaqonalları düzbucaq altında kəsişir. Bütöv 4'dürsə, bura 2, bura 2, bura 6, bura 6 olur. Düzdürmü? İndi bizə deyir ki, gəlin daha doğrusu bizə tərəfi demir ki, tapın. Elə bütöv olaraq yazaq. Bura 4 yazıram, bura 12 yazıram. Opsi bildiği 4 haradır, 12 haradır. Rombun tərəflərini orta nöqtəyə birləşdirməklə alınan dörtbucağın perimetri. Aha. Rombun tərəflərini orta nöqtələrini birləşdirək. İndi uşaqlar diqqət edin. Burada belə bir üçbucaq var. Baxın diqqətlə. Bax bu üçbucaq. Bu üçbucağın orta xətti uşaqlar bax bu tərəfdir. Çünki orta nöqtələrini birləşdirib də. İndi bu diaqonal 4-dürsə bura nə olacaq? Bura olacaq 2. Düzdürmü? İndi bu üçbucağa diqqətlə fikir verin. Baxın çəkirəm. Bu üçbucaq. Bu üçbucağın oturacağı nədir? 12'dir. Bu da onun orta xəttidir. 12 isə orta xətt olacaq 6. İndi bu tərəfi 2'dir, bu tərəfi 6. Bir tərəfi 2, bir tərəfi 6 olan paralelogramın nəyə soruşur? Perimetr. Perimetr nə olacaq? 2 vuraq 2 plus 6. Böyləcə 16 santimetr. Cavabımız olar B bəndi. Daha sonra 8'e baxaq. Kvadratın diaqonallarının kəsişmə nöqtəsindən tərəfinə olan məsafə 4. Kvadratımız var bir dənə. Diaqonalların kəsişmə nöqtəsindən. Gəlin diaqonallarını da çəkək. Aha, bu oldu diaqonallar. Deyir ki, diaqonalların kəsişmə nöqtəsindən tərəfinə olan məsafə 4. Aha, buradan bura qədər olan məsafə. Bura 4-dürsə, deməli tərəf nədir? Bura 4. Bütün tərəf 8. Bütün tərəfləri oldu 8. Bizdən nəyi soruşur? Perimetr nə eləyəcək? 4 vuraq tərəf 8. Yəni 32 santimetr. Cavabımız C bəndi olar. 9-cu sualda isə trapesiyanın diaqonalı onun orta xəttini bu olsun trapesiyamız, bu olsun onun orta xətti, bu da olsun onun diaqonalları. Yox, eyri oldu. Aha, bu da olsun onun diaqonalı. Deyir ki, trapesiyanın diaqonalı birindən danışır deyəsən. Hə, birin deyir uşaqlar. Diaqonalı onun orta xəttini 2-3 nisbətində bölür. Deməli, bura 2K-dır uşaqlar, bura 3K-dır. Əgər bura 3K-dırsa, bu böyük üçbucağın orta xətti 3K-dırsa, onda oturacağı nədir? 6K. Bu kiçik üçbucağın orta xətti bu 2K-dırsa, onun kiçik oturacağı nə olar? 4K olar. Düzdürmü? Bizdən soruşur. Bu trapeziyanın kiçik oturacağı 12 olarsa, 4K tapmışıq. Bu 4K deyir 12 olarsa, K'nı tapırıq 12 bölü 4, 3 santimetr. Aha. Bizdən nəyi soruşur? Olarsa böyük oturacağını tapın. Böyük oturacaq 6K'dır. 6 vur 3 eləyər 18 santimetr. Cavabımız A variantı olar. Böyük oturacağımız oldu 18.
10-cu sualda isə uşaqlar kör bucağı iti bucağından 2 dəfə böyük olan rombun. Romb çəkək yenə. Bu olsun bizim rombumuz. Deyir kör bucağı iti bucağından 2 dəfə böyük. Rombun tərəfi 12-dirsə, kiçik diagonal tapın. Bunu soruşur. Necə tapacağıq? Uşaqlar alfa üstə 2 alfa bərabər 180-dirsə, buradan alfanı tapırıq 60. Uşaqlar bura oldu 60. Rombun diagonalı bucağının tənbuyəni olduğu üçün bu da oldu nə? 60 60. Onda iki tərəfi 60-sa, bütün tərəflər də bərabərsə rombda, onda bu da olur 60. Bu 12-sə, bu da 12, bu da olur. Çünki burada bərabər tərəfli üçbucaq alınıb. Cavabımız olar B bəndi. Rombun ikinci diagonalı nə oldu? 12 cm. 11-ci sualda isə iti bucağı 60 olan düzbucaqlı trapesiyanın deməli, çəkək düzbucaqlı trapesiya. İti bucağı 60-dır. Böyük yan tərəfi 12 cm. Bura 12-dir. Oturacaqların fərqini tapın. Aha. Uşaqlar, buradan bir hündürlüyü endirirəm. Bunu, bu hündürlüyü, bu H hündürlüyü keçirirəm bura paralel. Burayı neçə? 30 dərəcə. Bizdən neyi soruşdu? Bir də sənə iti bucağı 60 olan düzbucaqlı trapesiyanın böyük yan tərəfi 12 olarsa oturacaqların fərqini tapın. Aha. Bura olsun A. Onda burada olacaq A. Bura neçə olacaq? 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Onda bura olacaq 6. İndi böyük oturacaq nədir? A plus 6'dır. Çıxıram kiçik oturacaq. Çünki mənə deyir ki, oturacaqların fərqini tap. A-nı çıxsam qarar 6. Cavabımız olar D bəndi. 6 cm. 12-ci sualda isə oturacaqlar 5-12 olan bərabəryanlı trapesiyanı. Deməli, bərabəryanlı trapesiyada oturacaqları 5 və 12-dir. Diagonalı iti bucağının tənbuyəni olarsa, bu diagonal iti bucağının tənbuyəni olarsa, bu bucağın tənbuyəni. Bura bərabərdir. Diagonalı iti bucağının tənbuyənidir. Bu bərabəryanlı trapesiya düzdür. Deməli, bura alfadırsa, bu da alfadır. Onda bu da 2 alfadır. Tənbuyən olsa perimetrini tapın deyir bizə. Bu bucaqla, uşaqlar, bu bucaq nədir? Daxili çarpazdır. Ona görə bu da olur alfa. Bura 5'dirsə, onda burada, bura bərabər. Onda bu da 5'dir. Onda bu da 5'dir. Çünki bərabər yanlıdır. İndi bütün tərəflərimiz var da. Perimetri soruşur. 5 üstə 5 üstə 5 üstə 12. Bərabər neçə eləyər? 15, 12, 27 cm. Cavabımız olar C bəndi. Keçək uşaqlar B variantına. B variant. Baxaq, birdən edir. Uşaqlar, yenə eyni qaydada yox deyəcəm hamısını. Deməli, deyir paralleloqramdır. Bunu biraz sürətli deyəcəm. İti bucağı 54-sə, kör bucağını soruşur. Kör bucağı olsun alfa. Alfa üstə gəl 54 bərabərdir 180-sə, onda alfa bərabərdir 126 dərəcə. Cavabımız olar A variantı. İkinci sualda isə tərəflərin nisbəti 2, 5 yönündür. Buna perimetr. Deməli, düzbucaqlıdır. Bura 2K'dır, bura 5K'dır. Perimetr nə edir? 2K plus 5K vuraq 2. 14K. Bizə deyir ki, düzbucağının perimetrinin böyük tərəfə nisbətini tapın. 14K'nın 5K'ya olan nisbətini soruşur. O da 2,8. Cavabımız olar B bəndi. Üçüncü sualda isə deyir ki, dördbucağının daxili bucaqlar. Uşaqlar 3K plus 4K plus 4K plus 7K. Bu oldu dördbucağının daxili bucağının cəmi. Neçə eləməlidir? 360 eləməlidir. Buradan alırıq. 18K bərabərdir 360. K bərabərdir 20 dərəcə. Bizdən necə? Ən kiçik daxili bucaq 3K'dır.
Onda 3 vur 20 bərabərdir 60 dərəcə. Cavabımız B bəndi olar. Dördüncü sualda isə deməli üçbucaqdır yenə. A, B, C üçbucağı. AB tərəfindən paralel MK çəkilib. AB-yə paralel MK çəkilib. Deyir ki, çəkilmişdir. AB çıxaq MK. Bura uşaqlar yenə deyəm A-dırsa, bura 2A. AB-dən, yəni 2A-dan MK-nı çıxsa 12-dir. AB-ni tapın. Bu qalır A bərabərdir 12-dirsə, onda 2A nədir bəs? 12 vur 2, yəni 24 cm. Cavabımız olar C bəndi. 5-ci suala baxaq. Orta xətti 24 olan trapesiyanın, deməli, trapesiya verib bizə. Orta xətti 24-dür. Oturacaqların biri 18-dirsə, digərini tapın. Bu da olsun X. Uşaqlar biz bilirik ki, trapesiyanın oturacaqlarının cəminin yarısı mənə verir orta xətti. Burada alıram X plus 18 bərabərdir 48. Onda böyük oturacaq nəyə bərabərmiş? 30 cm bərabərmiş. Cavabım D variantı. 6-da isə deməli, deyir ABCD romdur. Romdur və bu da onun diagonalıdır. Biz bilirik ki, rombun diagonalı onun bucağının tən bölənidir. Bura 65 isə, onda bu da 65'dir. Məndən BAD-ni soruşur. Yəni bu iti bucağı soruşur. Necə taparam X yazsın? Mən bilirəm ki, X-la bu 130'un cəmi, X 130 ilə bərabərli 180 eləməlidir. Çünki bir tərəfə iki bucağın cəmi 180. Onda alfa bərabərdir nəyə? 50 dərəcə. Cavabımız olar A variantı. 7-ci sualda isə diagonalları 6 olan rombun yine uşaqlar 6 və 10 rombun tərəflərin orta nöqtəyə birləşmə ana dördbucağının perimetrini tapın. Uşaqlar tərəflərin orta nöqtəsini birləşdirən dördbucaqlı paralleloqramdır. Bütöv bu 10'dursa, bu onun orta xəttidir. Bura olacaq 5. Bütöv bu. Bu. Üçbucağın orta xətti buradır. Əgər onun oturacağı 6'dırsa, onda buranın olacaq 3. İndi belə bir paralleloqram alındı orada. Bura 3 oldu, bura 5 oldu. İndi bunun perimetrini soruşur. 2 vuraq 3 plus 5. Bu da 16 cm. Cavabımız olar A variantı. 8-ci sualda isə kvadratın diagonallarının kəsişmə nöqtəsindən tərəfə qədər olan məsafə 6 olarsa perimetrini tap. Bu olsun kvadrat. Deyir ki, kəsişmə nöqtəsindən tərəfə qədər olan məsafə nədir? 6'dır. Onda bu məsafə də 6'dır. Düzdür. Onda bütöv nə oldu? 12. Deməli, kvadratın tərəfi 12 imiş. Perimetri nə olacaq? 4 vur 12. Yəni 48 cm. Cavabımız B bəndi olar. 9'da isə trapesiyanın diagonalı onun orta xəttini 3-5 nisbətində bölür. Bu olsun trapesiyamız, bu da olsun onun diagonalı. Və orta xəttin 3K və 5K nisbətində bölür. Bu buradan bura orta xətt. Bu üçbucağın orta xətti olsun böyük üçbucağın. Bura onda olacaq oturacağı 10K. Burası olacaq 6K. İndi bizdən nəyi soruşur? Bu trapesiyanın kiçik oturacaq 15 olarsa. Kiçik oturacaq. Yəni bu 6K 15 isə, onda K bərabər alıram buradan neçə? 2,5. Bəli, 2,5. İndi məndən nəyi soruşur? Böyük oturacağı tapın. 10K. 10 vura 2, onda 5. O da 25 cm. Cavabımız olar D bəndi. 10-cu sualda isə kör bucağı iti bucağına 2'dəyə bölünən rombun. Yine çəkirik rombu. Bu kör bucaq bu iti bucaqdan 2 dəfə böyüdür. Deməli alfa üstə 2 alfa bərabər 180 isə alfa bərabər tapdım 60. Bunu silib birbaşa ədədin üçün yazacağım, daha doğrusu dərəcəni. Bu 60'dır, bu 100, bunu çöldə yazıram 120'dir. Məndən nəyi soruşur? Deyir ki, kiçik diagonalı, rombun tərəfi 18'dirsə kiçik diagonal tapın deyir. Uşaqlar rombun diagonalı
bucağının tənbüləndi. 120 bütövdürsə bura 60, bura 60'dır. Burada alındı nə? Bərabər tərəfli üçbucaq. İndi bərabər tərəfli üçbucağın bütün tərəfi 18. Onda diagonal nəyə bərabər olacaq? C variantına bərabər olacaq. 11'də isə iti bucağı 60 olan düz bucağı trapesiyanın. Düz bucağı trapesiya çəkək. İti bucağı 60 olan böyük tərəf, böyük yan tərəf 18 olarsa otacağın fərqini tap. Baxaq. Bu hündürlüyü paralel köçürdürəm bura. Bura onda olur 30 dərəcə. Bunun da hündürlüyü olduğu üçün perpendikulyar olur. 30 dərəcəli bucaq qarşısındakı verilən katit, yəni buradan bura olan məsafə olacaq 18'in yarısı, yəni 9. Bura A desəm, onda bu da A-da paralel köçürmüşəm bax paralel. Onda nə olacaq? Kiçik oturacaq, daha doğrusu böyük oturacaq nədir? A plus 9'dur. Kiçik oturacaq da A'dır. Bunların fərqlidir 9. Cavabımız olur 9'dur A variantı. 12'də isə oturacaqlar 4 onunla bərabər trapesiyanın. Deməli, bərabər trapesiya oturacağı 4 və onun bərabər yanlıdır. Aha. Diagonalı iti bucağın tənbüləndi. Bax, bu diagonal iti bucağın tənbüləndi. Yəni bu bucağa bərabər. Bura alfadırsa, burada alfadır. Bu alfadırsa, bu bundan daxil olduğu üçün daxil çarpaz olsun. Bu da alfadır. Onda bu da alfa, bu da alfa. Nə oldu? Bərabər yanlı üçbucaq. Onda bura, həm də bura bərabərmiş və bura oldu 4. Onda bura 4'dür. Bizdən perimetr soruşur. Bütün tərəflərin cəmi 4 plus 4 plus 4 plus 10. O da eləyir 22 cm. Cavabımız A variantı. Bu qədər uşaqlar, növbəti videoda görüşərik. Sağ olun.